Azərbaycanın vizit kartı və bəşəriyyətin ortaq sərvəti Hirkan meşələri 17 sentyabr 2023-cü il tarixində Səudiyyə Ərəbistanının Əl-Riyad şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ümumdünya İrs siyahısına daxil edilmişdir. Beynəlxalq statuslu bu meşələrdə hər hansı qırma və təbii müdaxilə işləri aparmaq qəti şəkildə qadağandır. Lakin daxil olan son məlumatlar park daxilində qorxunc bir talançılığın getdiyini göstərir. Newsazın məlumatına görə Milli Parkın direktoru Şakir Quliyev qorunan zonada material alverinə münbit şərait yaradıb. Parkın rəhbərinin ətrafına müəyyən bir dəstə toplayaraq beynəlxalq irsi öz şəxsi qazanc yerinə çevirdiyi bildirilir. Park daxilində adları qırmızı kitaba düşmüş, nəsli kəsilməkdə olan nadir və qiymətli ağaclar amansızcasına kəsilir. Etibarlı mənbələrin məlumatında qeyd olunur ki, direktor Şakir Quliyeva bu qanunsuz işdə ən böyük dəstəyi elə parkın öz işçisi Talih Abbasov verir. 2 ilinin 51 olaraq kəsdiyi unikal ağaclar meşədəcə şpal halına salınır. Daha sonra isə gizli yollarla Masallı rayonunda yerləşən ağac emalı sexlərinə daşınır və satılır. Qanunvericiliyə görə dövlət qoruğunda və milli parkda rəsmi icazə olmadan tək bir budaq belə kəsmək ağır cinayət məsuliyyəti doğurur. UNESCO-nun göz bəbəyi olan Hirkan meşələrini şəxsi biznes şəbəkəsinə çevirənlərin əməlləri artıq hüquq mühafizə orqanlarının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarətinə verilməlidir. Araşdırmamız davam edir. Bir xəbər media olaraq məsələdə adı keçən qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq. Milli Parkın arasıdır bura. Qızılağac cinsində ağac kəsilib. Ağac burada. Natural çəkilib. Ağacın qəlibləri də burada yandırılır. Burada da atqırları çəkilib. Buradan yandırıblar. Bu cür. Şakir Quliyev bu cür bizim təbiətimizin məhvidir. Bir neçə dəfə belə bir hallar baş verib. Təbiətimiz ona görə qan ağlayır. Şakir Quliyevin əlində. Milli Parkın arasıdır bura. Qızılağac cinsində ağac kəsilib. Ağac burada. Natural çəkilib. Ağacın qəlibləri də burada yandırılır. Burada da atqırları çəkilib. Buradan yandırıblar. Bu cür. Şakir Quliyev bu cür bizim təbiətimizin məhvidir. Bir neçə dəfə belə bir hallar baş verib.